Cənubi Asiya regionu üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Deməli, neft ixtixalı rayonu Cənubi Asiya okeanı ölkələrini bir nəzər salaq. Burada əsasən Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Maldivlər, Nepal, Butan kimi ölkələr yerləşir. Bu bölgələrin yanacaq ixtisarı, yəni əksəriyyət kasıb olduğu üçün bəli, neft ixtixal edən rayon ola bilər. Bunu doğru seçək. İri şəhər aqlomerasiyalara malikdir. Bəli, burada iri şəhər aqlomerasiyaları əsasən Hindistan ərazisində, Pakistan isə biz belə bir aqlomerasiyaya rast gələ bilərik. Məsələn, Mumbai kimi, Kəlküttə kimi, demək, ən böyük şəhərlər isə Kəraçi kimi, İslamabad kimi, Dehli kimi və s. deyə bilərik. Doğru bənd götürək bunu. Ferma tipli kənd məskunlaşma forması. Bunlar ferma deyəndə burada dağınıq nəzərdə tutulur. Xeyr, dağınıq yoxdur. Qrup şəklində məskunlaşmadır. Bu yanlışdır. Regionda yerləşən ölkələr Asiyanın Cənub-Şərqi Asiya ölkələrinin üzv olduğu təşkilatdır. Bu yanlışdır. Yüngül sənaye inkişaf etmişdir. Bəli, doğru seçə bilərik. İmmiqrasiya mərkəzlərindən biridir. Xeyr, bura əsasən emiqrasiya regionu olacaq. Zəif inkişafa malik regiondur. Demək, doğru sıralamamız bənd olaraq 1, 2, 5 bəndi olacaq.